dostlar. Salamlayıram hər birinizi. Düz 3 dəfə bu videonun kəsəsi oldu. Gələn olur, görüşürlər. Sən onu elə üzürsən. Nəyə görə dostlar? İstəyirəm, lap əvvəlindən göstərəm. Deməli, biz neynədik? Bura qədərlik. Sizə izah edeyim. 1 kilo mal əti, 1 kilo qoyun əti, 1 kilo buyruq, 500 gram filet. Bir yerdə doğradıq, qoyduq buzluğa. Özün tutdu, soydu, gətirdik. Gətirəndən sonra ona vurduq 14 gram hər kiloqramına duz. İstiyot, qara istiyot, üyüdülmüş istiyotdur. Yəni yumru istiyotları büyütürəm. İstiyot vurduq və deməli sarımsaq vurduq 3-4 dənə. Artıq bir yerdə ət maşınına bir dəfə çəkdik, qarışdırdıq. İndi ikinci dəfə çəkməyə başlayırıq. Get-gedə prosesləri də sizə izah edəcəm. Boş bu ət maşını. İkinci dəfə çəkəcəm indi dostlar ət maşınından. Bura biraz səs-küylü yerdir. Ona görə də çəkiş eləmək çətindir burada. İndi ikinci səfər ət maşınından bıraxacaq. Deməli, soğanını isə dostlar əllə vuracaq. Doğrayacaq xırda-xırda soğanını əllə vuracaq. Ətin özünə duz, istiyot, sarımsaqdan başqa heç nə vurmamışıq. Bir qarışdırdıqsa bu lülənin adı asartı lülədir dostlar. Asartı lülədir. Bu lülənin adı asartı lülədir. Yəni burada həm qoyun, həm mal, həm də toyuq əti var. Gətirin görək bu üstdən nə ilə ət maşını. Gətirəndə hər şeyin gətirir. Deməli, ikinci dəfə çəkəcəyik dostlar bunu. Çəkəndən sonra yenə də qarışdırırıq. Yaxşı-yaxşı. Sonra, yəni ikinci dəfə çəkəndən sonra. Yaxşı-yaxşı qarışdırandan sonra. Salam aleyküm. Sağ ol, sağ ol. Allah razı olsun. İkinci dəfə qarışdırandan sonra dostlar soğanını xırda-xırda doğrayıb vuracaq. Sonra kündəmələ bölürük, sonra qoyuluq soyulur deyə. Bu asartı lülə, bundan qabaq toyuq lüləsini paylaşmışam. Toyuq lüləsindən sonra gələn ikinci, deməli, rahat lüləsi alır. İkinci. Artıq bu toyuq lüləsinə nisbətən biraz çətinləşir. Yəni, sırf toyuq lüləsini eləmək asandır. Sivyaskası güclü olur, toyuğun. Amma artıq burada mal əti, qoyun əti söhbəti varsa, mövzu biraz dəyişir. Baxın, gözəl lüləmiz alınır. Çox yaxşı da ət almışıq bu günləri həqiqətən də. Getmişdik Şahinin yanına, burada indi nasosunda olanlar tanıyır. Sağ olsun, çox gözəl də ət göndərir. Getdim, asartı lülə deyən kimi bilir. Dostlar, biz qəssabdan alırıq əti. Bizdə donmuş ət olmur. Qəssab əti ilə işləyirik. Çox ləzzətli də lülə alınacaq. Siz də evdə yoxlaya bilərsiniz. İkinci dəfə çəkdikdən sonra da bir dənə yaxşı qarışdıracaq dostlar. Yaxşı qarışandan da sonra soğanını xırda-xırda əllə doğrayacaq. Soğan nə qədər gedir? Deməli, 1 kiloqram ətə indi yaydı deyənə 150 qram bəs edir. Məsələn, bizdə hal-hazırda burada 1 kilo mal əti, 1 kilo qoyun, 1 kilo buyruq olduğuna görə 3 kilo budur. Yarım kilo da bunun üstünə gələk. Toyuğun filesini 3 kilo yarım ət edir. Hal-hazırda ona uyğun mən duzun, istiyotun, soğanın vururam. Yəni, mən göz ayağı işləyirəm. Amma sizə qədərini deyirəm ki, məsələn, bunu düzəltsəz 3 kilo yarım deməkdir. Ona bir 600 qram soğan vursa, 500 qram, 600 qram soğan vursa, bəs edir. İndi yaydır, biraz az da vura bilərsiniz. Amma qışda soğanın bol olmağı yaxşıdır. Çox da bol olanda lüləni dağıda bilər. Bu başqa məsələdir. Amma belə bol olmağı yaxşıdır ki, daha da ləzzətli edir. Soğanın çəkib suyunu sıxmırıq dostlar. Ki, vitamini, mineralları öz üstündə qalsın. Sadəcə əllə doğrayırıq. Əllə doğrayırıq, qatırıq. Deməli, ətin özünə. Gəlin ət maşını götürün. Artıq bu lüləni qarışdıranda elə bunun sivyaskası bilinir ki, yəni yapışqanlığı bilinir ki, bəli, lülə qarışdırılıb ikinci dəfə çəkildikdən sonra özünü tutdu. Sağ ol əmizə, sağ ol. Sağ ol əmizə. Allah köməyin olsun. Video çəkirəm, mənim zürrü say. Sənlə məşğul olan mənim. Allah köməyin olsun. Allah var eləsin. Təşəkkür edirəm əmizə. Nə qulluğun oldu, gəl. Var ol, var ol. Buradayım, nə qulluğun oldu, gəl. Sağ ol.
Allah canını sağ eləsin. Allah emanet ol. Müşterimiz yedi bir nəfər. Gəldi, getdi. Bax, ona görə mənə video çəkmək çətindir dostlar. Gələn, gedən qarşılayıram. Əksəriyyəti də uzaq yerdən gəldiyinə görə yəni məcburam ki, birbaşa özüm. Bax, bu taxtanın üstündə istiotla zadla elədim deyənə sizə istəyirdim o tərəflərini də göstərim. Necə bastırdım şeylədim, tuzun istiotunu nətə vurdum. Təəssüf ki, o videonu çəkib başa çıxarda bilmədim. Alınmadı. Hə dostlar, bir də təkrar edeyim sizə, biraz qarışıqlıq düşdü. 1 kilo mal ətidir, 1 kilo qoyun ətidir, yəni qoç əti. 1 kilo da qoçun quyruğudur. Üstə gələk 500 qram filedir. Buna vurulur deməli 14 qram hər kiloqramına duz. Orta hesabla 7 qramdan istiot hesablayın. Vurun. Bir 4-5 diş sarımsaq. Bir də gətiririk. Amma əti soyutmağı yaddan çıxartmayın. Ha, birinci məsələdir. Yəni mən nətər elədim? Bu ətləri doğradım, qoydum buzluğa. Buzluqda özünü tutdu. Ət biraz bərkidir. Ondan sonra əsas məsələdir. Bax, bu sivyaskanı gətirən şey budur. Əsas amil budur. Ki, əti buzluqda soyudasan. Mütləq şəkildə. Ondan sonra gətirdik ətə duz, istiot, sarımsaq vurduq. Ət maşınından çəkdik. Çəkəndən sonra yaxşı-yaxşı qarışdırdıq. Bir də çəkdik. Bir də qarışdırdıq. Ondan sonra isə soğanını belə xırda-xırda doğrayıb vururuq. Əslində 1 kiloqrama 200 qram soğan kitab dili ilə desək bəs edir. Amma yay vaxtı bu soğanların sulu olan vaxtı olduğuna görə yay vaxtı 150 qram vurmaq kifayət edir. Mən çəki ilə vurmuram dostlar, göz ayağı ilə vururam, səhmi ilə. Soğanın dediyim kimi nə suyunu sıxırıq, nə də ət maşınından çəkirik. Əllə xırda-xırda. Bunun da xüsusi rolu var. Yəni kimlər əgər soğanı pixovkada sadəcə soğanın özünü pişirib yiyibsə və yaxud manqalda soğandan qoyubsa, o soğanda pişmiş halını manqalda görübsə, o insanların deməli soğanın həmən o pişmiş dadından xəbəri var. Və bir anlıq təsəvvür edin ki, həmən o pişmiş soğan dadı ilə, yəni o soğanın kababı ilə belə deyək, kababı ilə quyruqlu quzu əti, mal əti bir yerdə pişirlər, yəni lülənin arasında. O, lap gözəl dad verir. Yəni, bunun soğanın doğranmasının əsas məqsədi məhz o dadı tutmaqdır. Azca qalmışdı, səhv edeyim. Mən farşın hamısını soğanlamayacam. İşlətdiyimiz qədəri soğanlamalıyıq. Az qalmışdı ki, hamısına vurayım. Nə qədər ət işlədəcəksə, o qədərinə soğan vurur. Çünki soğan əti qaraldandır. Elə olsun ki, həm də lülənin tökülməsinə soğanın da birbaşa təsiri var. Çox oldusa soğanı tökülür. Tuzu da az olanda patlayır. Ona görə də çalışın hər bir şeyi qədərində eləyəsiniz. Baxın dostlar, bu bizim lülə kebabın farşı. Biraz soğanı çox oldu, biraz farş əlavə edeyim buna. Mən sizə çəkiləri dedim də, yəni mən burada düzətdiyim, yəni obyekt üçün nəzərdə tutulandır. Burada bir hissəsinə soğan vururam, bir hissəsinə soğan vurmuram, yəni bu sizi çaşdırmasın. Sizin üçün vacib olanı 1 kiloqram, məsələn üçün deyək ki, qoyun ətindən hazırlayırsınız. Mən kilo deyirəm, az eləsəz 100 qram edin, yarım kilo edin, eyni şey alınacaq. Və yaxud da həcmin çox istəyirsə, biraz da çox edin. Məsələn, mən bu dediklərim 3 kilo yarımı tutur. 35 kilo edirsənsə 10 dəfə artır. Bir də bir başqa lüləndə deyim sizə, elə yeri gəlmiş, yəni asatı lülədir o da, bu da sadə variantıdır. Əgər qoyun ətiniz yoxdursa, 1 kilo mal ətinə 600 qram quyruq, 300 qram da toyuq filesi vurun. Və eyni qaydada ət maşınından çəkməmişdən qabaq soyudun. Ət buzluqda soğuyandan sonra gətirin ət maşınında çəkməzdən əvvəl duz, istiot və sarımsaq vurulur. Ət maşınında çəkilir. Çəkiləndən sonra qarışdırılır. Bir də çəkilir. Bir də çəkiləndən sonra qarışdırılır dostlar.
Ondan sonra hemen bu dediğim bakın 1 kilo mal əti 600 qram quyruq, 300 qram file olanda bu artıq 1 kilo 900 qram, yəni 2 kilo deməkdir. Kiloya 14 qram duz gedirsə, deməli 28 qram duz vurulmalıdır həmən farşa. 28 qram duz, təxminən 10-12 qram qara istiyor. Deməli 1 kilo 150-dən götürsə 2 kiloya da 300 qram da deməli soğan vurulur. Və əvvəlcə deməli duz istiyor, sarımsaq vurulub çəkir, soğan isə əllə doğranır və eynən buradakı kimi. Və o lülənin şişdə yana biləcək, yana bilməyəcək sualına cavab tapmaq istəyirsinizsə, yarısından belə tutun. O tən yarısından. Baxın, siz görürsünüz necə sallaşıb oradan. İndi sallaşan ətin qalınlığına baxın. Əgər bu boydana ət sallaq vəziyyətdə yana bilirsə, bu şişdəki o əziyyət mütləq yanacaq. Aydın oldu. Ona görə də qarışdıranda bu suda diqqət edin. Tam hazır olandan sonra da bax bu qaydada bu kündəni biz qoyuruq soyuducuya. Yenə də özünü tutsun 1 saat. 1 saatdan sonra isə dostlar camda açacağım və orada şişləyəcəm. Baxın, bizim farşımız belə bir farşdır. Çox gözəl də xına kimi qızarır bişirəndə. Ləzzətli də lüləsi olur. Evdə də hazırlaya bilərsiniz. Dostlar, sizdən bir dənə istəyim odur ki, baxdınız, eriyin, yoxlayın. İnşallah ki, ləzzətli də alındıracaqsınız. Şişi manqala qoydunuz, 30 saniyə sonra çevirin. Güclü manqal olmalıdır və enli şiş olmalıdır. Bunları isə canlıda mən göstərirəm ayrıcana. Enli şiş və bu enliyində bax, 2 cm yarımdır bu. Ən azı 2 cm eni olan şişə vurulmalıdır. Güclü iti közə vurulmalıdır. 30 saniyə sonra da çevirmək lazımdır. Dostlar, məndən bu qədər. Növbəti videolarımızda başqa təamlar haqqında danışacağıq. Bu da bizim asati lülə kebabımız. Bəyənin, paylaşın, biz də inkişaf edək.